Qəbuldasan. Yenə mühərrik sözə baxmır. Kardiomaqnil ilə mənim mühərrikim həmişə nəzarətdədir. Ürək mürəkkəb mexanizmdir və müntəzəm olaraq kardiomaqnil qəbulu onun sağlam qalmasına kömək edir. Kardiomaqnil ilə ürəyinizin sağlamlığı hər gün nəzarətdədir. Mərkəzin qarşısına qoyulan tədbirlər 9 il ərzində 95% icra olunubdur. Ötən il Azərbaycanın ixrac elədiyi məhsullar arasında nələri qeyd eləmək olar ki, onların sayı kifayət qədər çoxdur digərlərinə baxanda? Əsas məhsulumuz şübhəsiz neft və qazdır, amma qeyri-neft sektoru üzrə biz təhlillərimizi dərinləşdiririk. Burada ixracda önə çıxan məhsullarımızdan qızıl ixracı önə çıxıb, eyni zamanda pambıq mahlıcı önə çıxıbdır. Bununla yanaşı pomidor, fındıq ləpəsi önə çıxan məhsullardan olur. Dünyada davamlı olaraq fındıq ləpəsinin ixracında və ya xurmada ilk 5-likdəyik. Azərbaycandan nə qədər ölkəyə məhsul ixrac edilir? Daha çox hansı ölkələrin adını çəkə bilərik? 180 ölkə ilə ticarət dövriyyəmizdə əməkdaşlıq eləmişik, ticarət əməliyyatı aparmışıq. 122 ölkəyə məhsul ixrac edirik, amma 196 ölkəyə xidmət ixrac edirik. İlk ölkə İtaliyadır ki, biz daha çox neft məhsulunu bu ölkəyə ixrac edirik. Rusiyadır, Türkiyədir, Gürcüstandır. Bu ölkələrə biz qeyri-neft sektoru üzrə məhsul ixrac edirik. Hər vaxtınız xeyir olsun, əziz Asan TV izləyiciləri və bizi dinləyən Asan Radio dinləyiciləri. Aparıcınız mənəm Elvin Dəmirli. Sosial media hesablarımızı ekranda görürsünüz. Abunə olub gündəm xəbərlərindən, maraqlı məlumatlardan xəbərdar ola bilərsiniz. Qəbuldasanın bu dəfəki qonağı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktor müavini Ramil Hüseyndir. Xoş gəlmisiniz Ramil. Dəvət üçün çox sağ olun. Təşəkkür edirik. Keçək suallarımıza. Deməli, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əsas fəaliyyət istiqamətləri nələrdir? Bir sözü də olsa deyə. İlk olaraq İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzinin fəaliyyəti ilə bağlı bu verilişdə yer ayırdığınız üçün təşəkkür edirəm. Onu qeyd edeyim ki, İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzi 2016-cı ildə cənab prezident tərəfindən yaradılıbdır. Yəni bu ilin aprel ayında 9 yaşı olacaqdı, amma bu 9 il müddətində kifayət qədər iş görübdür və Azərbaycanda yaradılma məqsədi iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsi, bu sahədəki fəaliyyətin səmərəli əlaqələndirilməsinə töhfə verməkdən ibarətdir və yarandığı gündən İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzi qarşısına qoyulan məqsədə nail olmaq üçün müvafiq fəaliyyət göstərir və bu müddəti təhlil edəndə bir nüansı qeyd edeyim ki, Dövlət Nəzarət İnformasiya Sisteminin də məlumatlarının təhlili göstərir ki, mərkəzin qarşısına qoyulan tədbirlər 9 il ərzində 95% icra olunubdur. Ümumiyyətlə son illər bu icra göstəricimiz 100%-dir və biz daha da yaxşılaşdırmaq istəyirik ki, 95% tədbirləri də tam icra eləyək və əsas fəaliyyət istiqamətimizdən biri dövlət proqramlarının, strategiyalarının monitorinq qiymətləndirilməsidir. Hazırda cənab prezident tərəfindən ondan çox müvafiq dövlət proqramı, strategiya, tədbirlər planının monitorinq qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzinə tapşırılıbdır. Eyni zamanda mərkəz beyin mərkəzi kimi də fəaliyyət göstərir. İslahat makro və mikro səviyyədə iqtisadi proseslərlə bağlı təhlillər aparır. Eyni zamanda Azərbaycanın iqtisadi nailiyyətlərinin təbliği istiqamətində proseslərə öz töhfəsini verir və mərkəzin bir neçə innovativ layihələri var ki, onun da ölkəmizə fayda verməsi istiqamətində iş aparır. Mərkəzin əsas istiqamətlərindən də biri monitorinq və qiymətləndirmədir. Bu sahədə hansı işlər görülüb? Yəni nələri misal çəkə bilərik? Bəli, son illər ümumiyyətlə nəticə əsaslı monitorinq qiymətləndirmənin ölkəmizdə formalaşması və inkişafı istiqamətində mərkəz ciddi işlər görür və artıq monitorinq qiymətləndirməyə layihə idarə etmə modulu da tətbiq edir. Sizə bir nüans qeyd edeyim ki, birinci monitorinq qiymətləndirmə tam elektronlaşdırılıbdır, ya rəqəmsallaşdırılıbdır və bu portal üzərindən həyata keçirilir və bu qərar verənlər üçün də ciddi imkanlar yaradır. Sadə bir misalla izah eləsəm, artıq dövlət qurumları kağızdan istifadə etmədən öz hesabatlarını monitorinq qiymətləndirmə portalı üzərindən təqdim edirlər və mərkəz tərəfindən də bu həyata keçirilir və bu prosesləri izləmək üçün hətta müxtəlif dövlət proqramlarına, məsələn, sosial-iqtisadi inkişaf strategiyası və yaxud da ki, böyük qayıdışa dair birinci dövlət proqramı, Naxçıvanın sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramı, həmçinin sonuncu olaraq cənab prezident su ehtiyatlarından səmərəli istifadə ilə bağlı strategiyanın da monitorinq qiymətləndirməsini İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzinə tapşırdı və bunların hər biri ilə bağlı real vaxt rejimində izləmə imkanlarına kimi yaradılıb. Yəni bununla bağlı monitorinq qiymətləndirmə aparılır. Eyni zamanda bir ərazidə, məsələn, böyük qayıdış ilə bağlı
yeni qəsəbələrin salınması və yaxud yolların çəkilməsi, müvafiq obyektlərin tikilməsi ilə bağlı onlayn rejimdə hazırda orada gedən işi izləmə imkanı da verir bu monitorinq qiymətləndirmə. Eyni zamanda müvafiq peyk görüntüləri ilə bir ilki əvvəlki vəziyyətlə hazırki vəziyyətin müqayisəsi imkanını da verir. Yəni Azərbaycanda ən müasir monitorinq qiymətləndirmə üsullarından istifadə etməklə nəticəyə nail olmağa çalışırıq və demək olar ki, MDB məkanı üçün ən yaxşı monitorinq qiymətləndirmə sistemi bəs bizim mərkəz tərəfindən qurulubdur. O portal dediyimiz, yəni müvafiq şəxslər gidib izləyə bilərlər də o tikinti və digər məsələləri. Bəli, bu gücləndirilmiş elektron imza ilə qərar verən şəxslər və ora çıxışı olan şəxslər həmin qurumlar öz hesabatlarının aldıqları göstərici nəticələri izləyə bilirlər, müvafiq sorğuları onlayn qaydada cavablandıra bilirlər. Eyni zamanda da ali rəhbərliyin də bura girişi var və o proseslərin hamısını izləyirlər. Yəni Azərbaycanda artıq dövlət proqramlarının tərtibi, icrası, monitorinq və qiymətləndirmə qaydası var. Onun üçün bütün dövlət proqramlarının monitorinq qiymətləndirməsi aparılır və oradakı tədbirlər müvafiq olaraq monitorinq edilir və sonra yekun hesabatla həm rəsmi dövlət qurumlarına təqdim edilir. Eyni zamanda mərkəz bu monitorinqlərin həyata keçirilməsi ilə bağlı mütəmməl olaraq ictimaiyyətə də məlumatlar verir. Həm açıqlıq təmin olunur, həm də ki, işlərin icrası, vəziyyətin izləmə imkanı verir. Layihə idarə etmə modulu isə daha effektiv şəkildə bu dövlət proqramlarında, strategiyadakı layihələrin icrasına töhfə verir. Çünki burada maliyyə daxil olmadan bütün prosesləri layihə idarə etmə modulu ilə vasitəsilə izləmə imkanı olur ki, onların səmərəliliyi hansı səviyyədədir, qiymətləndirilməsi aparılır, müvafiq məsələlərlə bağlı görülən işlərin hazırki vəziyyəti proqnozlaşdırılır ki, bu proses qeyd edilən müddətə başa çatacaq, yoxsa uzanma var və yaxud digər məsələlər ki, anında bu istiqamətdə müvafiq tədbirlər görülsün. Ramin müəllim, indi növbəti sualım ixrac məhsullarla bağlıdır. Düşünürəm ki, bu şəxsən mənim özümə, digərlərinə, bizə baxanlara, izləyənlərə də maraqlıdır. Maraqlıdır ki, burada monitorinqlər aparılır və rəqəmlər də var. İstəyirəm ki, o rəqəmlərdən səsləndirək. Misal üçün, ötən il Azərbaycanın ixrac elədiyi məhsullar arasında nələri qeyd eləmək olar ki, onların sayı kifayət qədər çoxdur digərlərinə baxanda? Ümumiyyətlə, ilk olaraq bir nüans deyim ki, mərkəzin bir çox layihələri var. Onlardan biri də uğurlu olan da ixrac icmalı ilə bağlıdır ki, mərkəz hər ay ölkədəki qeyri-neft sektoru üzrə ixracla bağlı məlumatları ictimaiyyətə açıqlayır, təhlillər aparır. Çünki İqtisadi Təhlil Kommunikasiya Mərkəzi həm də beyin mərkəzi kimi fəaliyyət göstərir. Bəs ixrac rəqəmi yadda qalır ki, ölkənin ixracı ilə bağlı aylıq olaraq bunu mətbuat, ictimaiyyət izləyir və bizə də suallar çox gəlir. Mərkəz bir neçə layihəsi ilə ixraca töhfə verir, həmçindəki təhlillə bağlı və strategiyamızda da sosial-iqtisadi inkişaf strategiyası da ixracın artırılması istiqamətdə konkret tədbirlər və hədəflər var. 2024-cü ilə gəldikdə isə qeyri-neft sektoru üzrə ixracımızda da artım olubdur. Ümumiyyətlə bir nüansı qeyd edeyim ki, 2024-cü ilə biz nəzər salsaq da Azərbaycan Respublikasının iqtisadiyyatı ilə bağlı göstəricilər müsbətdir, ümumi daxili məhsul artmışdır, eyni zamanda qeyri-neft sektorunda da artıma nail olunubdur və ixracla bağlı məhsullara gəldikdə sizin sualınıza, biz əsas məhsulumuz şübhəsiz ki, neft və qazdır, amma qeyri-neft sektoru üzrə biz təhlillərimizi dərinləşdiririk. Burada ixracda önə çıxan məhsullarımızdan qızıl ixracı önə çıxıb, eyni zamanda pambıq mahlıcı önə çıxıbdır. Bununla yanaşı pomidor, fındıq ləpəsi, karbamid, metanol, xurma Azərbaycanın qeyri-neft sektoru üzrində önə çıxan məhsullardan olub. 2024-dən gedir söhbət və bununla bağlı mərkəz müvafiq təhlillər də aparır, ictimaiyyətə açıqlayır. İxrac icmalının illik sayı da hazırlanıb və ictimaiyyətə açıqlanıb. Bu dediyimiz məhsulların 2024 üzrə rəqəmlərini biz səsləndirə bilərik, yoxsa yəni varmı ki, misal üçün nə qədər pomidor məhsulu, nə qədər qızıl məhsulu 2024-cü ildə ixrac olunub? Bu rəqəmlərə gəldikdə, məsələn, qızılın ixracı 210 milyondan çox olubdur ki, 2024-cü il üzrə ikinci mahluc ixrac olubdur ki, bu 180 milyon ABŞ dolları dəyərinə yaxındır və pomidor ixracımız da 170 milyon ABŞ dollarından çox olubdur. Burada həm kənd təsərrüfatı məhsullarımız var, digər məhsullarla bağlıdır. Biz bunu vaxtaşırı təhlil edirik, qeyd edədiyimiz kimi ictimaiyyətə də açıqlayırıq ki, bu məhsullarımız qeyri-neft sektorunda önə çıxır. İllər üzrə bəzi məhsullar yer dəyişməsi olur, bəzi sahələr və xüsusən də məsələn yeni məhsullarımız da növbəti mərhələlərdə çıxır və Azərbaycan dövləti verdiyi dəstək gələcək illərdə daha çox emal edilmiş məhsulların ixracına hədəflənir. O baxımdan bildiyiniz kimi daxildə emal
gömrük proseduru da işə salınıbdır, digər addımlar da atılır. Eyni zamanda sənaye parkları, sənaye məhəllələrdə qarşıdakı illərdə daha çox emalı dərinləşdirilən məhsulların ixracının artmasını hədəfləyir. Məsələn, dediniz orada elə məhsullar var ki, önə çıxır müxtəlif illərdə. Məsəl üçün, mən bildiyim qədərilə pomidor, qızıl həmişə bu belə deyək də bu onluqda olub. Məsələn, o yeni məhsullar hansı məhsullardır ki, məsələn, onlar bu son illər deyək, son vaxtlar önə çıxıb? Pomidor qızıldır. Əslində bizdə inkişafı pomidorun Rusiya, Türkiyə arasında yaşanan problemlərdən sonra oldu. Yəni son 10 il tarixi var. Ondan əvvəl Azərbaycan pomidor ixracı çox ciddi deyildi, amma son illər çıxıb bu təhlillər göstərir. Amma son illər məsələn Sumqayıt Kimya Sənaye Parkının məhsulları önə çıxır ki, orada karbamid var ki, Azərbaycan ixracında önə çıxır, azot gübrəsi, yəni ki, xalq arasındakı Azərbaycanın əsas ixrac məhsullarından biri olur. Həm də daxili tələbatımızı ödəyir ki, idxalın qarşısını alırıq. Ondan əlavə olaraq biz baxırıq ki, metanol ixracında Azərbaycanın önə çıxır ki, bu da Azərbaycanın istehsal etdiyi və ixraca yönələn məhsullarından biridir. Həmçinin kənd təsərrüfatı məhsullarından da ənənəvi olaraq müqayisəli üstünlüklü məhsullarımız vardır. Məsələn, dünyada davamlı olaraq fındıq ləpəsinin ixracında və ya xurmada ilk 5-likdəyik. Çünki təbii iqlim şəraitimiz buna imkan verir və təhlillərimiz də onu göstərir. Bir də dediyim kimi yeni məhsullar var və digər məhsullarımızda da artım var. Məsələn, Azərbaycan elektrik enerjisinin ixracı ilə bağlı da bildiyiniz kimi ön sıralara çıxır ixracımızda və qarşıdakı illərdə çox böyük hədəflərimiz var. Yaşıl enerji ixracı ilə bağlı ümumiyyətlə bu ayrı bir müzakirə mövzusudur ki, Azərbaycanın bugünkü qeyri-neft ixracı qədər təkcə biz qarşıdakı illərdə hədəflərimizi reallaşdırsaq, yaşıl enerji ixrac edəcəyik. Bildiyiniz kimi Qara dənizin dibi ilə çox nəhayət 4 giqavatlıq bir kabel çəkilir və bununla çəkilməsi ilə bağlı artıq texniki iqtisadi əsaslandırmalar hazırlanır, ölkələr arasında razılaşmalar var. Yaşıl enerji dəhlizi yanaşır. Bu biraz başqa mövzulara gedir, amma ki, ixracla bağlı hədəflərimiz var və bu istiqamətli işlər də görülür. Ramil müəllim, Azərbaycandan nə qədər ölkəyə məhsul ixrac edilir? Daha çox hansı ölkələrin adını çəkə bilərik? Fərqləndirə bilər. Görünür, ixrac mövzusu çox maraqlıdır. Bir nüans qeyd edirəm ki, Azərbaycanın 2024-cü ilin rəqəmlərinə baxsaq ki, ticarət dövriyyəsi 47 milyard ABŞ dolları olub. 2024-cü ildə ticarət dövriyyəmiz 47 milyard ABŞ dolları olubdu, amma ixracımız burada 26 milyard ABŞ dolları təşkil edibdi və bu ixracımızın 3,4 milyardı qeyri-neft sektorunun payına düşübdür. Qeyri-neft sektorunun məhsullarıdır. Biz rəqəmlərə baxdıqda 180 ölkə ilə ticarət dövriyyəmizdə əməkdaşlıq eləmişik, ticarət əməliyyatı aparmışıq. Onların 122-sinə biz məhsul ixrac eləmişik. Yəni dünyanın 122 ölkəsinə Azərbaycandan bu və digər məhsullar ixrac olunur. Əsasən də ixracda geniş qeyri-neft sektoru üzrə məhsullarımızdır. Burada bir nüans var ki, Azərbaycan ümumi ixracı tək mal və məhsullardan ibarət deyil də, biz həm də xidmət ixrac edirik. Xidmət ixracını nəzərə alanda biz dünyanın 196 ölkəsinə xidmət ixrac edirik. 122 ölkəyə məhsul ixrac edirik, amma 196 ölkəyə xidmət ixrac edirik. Xidmət ixracının daha çox ölkəyə yayılmasında isə turizm sektorumuzun payı var və beynəlxalq əhəmiyyətli tədbirlər də buna çox töhfə verir. Məsələn, 2024-dəki COP29 dünya ölkələrinin iştirak payı çoxaldı və onun üçün 196 ölkədən Azərbaycana gələnlər töhfə verir il ərzində turizm sektorumuza. Əcnəbilər gəlir, turizm ilə yanaşı nəqliyyat sektorunda xidmət ixracı var və digər sektorlarımızda da. Mal məhsula gəldikdə 120 ölkədir və ümumi ixracımızda ilk ölkə İtaliyadır ki, biz daha çox neft məhsulunu bu ölkəyə ixrac edirik. Amma qeyri-neft sektoru üzrə ixracımıza baxdıqda biz burada Rusiya qonşu ölkəyə çıxır. Ümumiyyətlə qeyri-neft sektorunu ən çox hansı ölkədə ixrac edirik desək, ilk 3 ölkə qonşu ölkələrimizdir ki, Rusiyadır, Türkiyədir, Gürcüstandır. Və bu ölkələrə biz qeyri-neft sektoru üzrə məhsul ixrac edirik. Ümumi ixracımızda da Türkiyə İtaliyadan sonra ikincidir və digər ölkələr gəlir, amma ki, yaxın ölkələrdə, amma bununla yanaşı qeyri-neft sektoru üzrə ixracımızı da genişləndirmək istəyirik, amma dünyanın bir çox ölkələrində belədir ki, yaxın ölkələrə daha çox ixrac həyata keçirilir. Nəqliyyat, logistika digər baxımdan da önəmli. Aha, təşəkkür edirəm Ramil müəllim. Biz qısa aradan sonra yenidən davam edəcəyik. Xatırladım ki, Qəbuldasanın qonağı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktor müavini Ramil Hüseyndir. Qəbuldasan. Yenə mühərrik sözə baxmır. Kardiomaqnil ilə mənim mühərrikim həmişə nəzarətdədir. Ürək mürəkkəb mexanizmdir və müntəzəm olaraq kardiomaqnil qəbulu onun sağlam qalmasına kömək edir. Kardiomaqnil ilə ürəyinizin sağlamlığı hər gün nəzarətdədir.
Qaldığımız yerdən davam edirik. Bir daha xatırladım ki, qəbulda sənin qonağı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktor müavini Ramil Hüseyndir. Ramil müəllim, qeyri-neft sektoru üzrə ixracda əsas pay kənd təsərrüfatı və aqrar sahəyə aid idi. Ümumiyyətlə, son illər hər hansı bir dəyişikliyi var, yoxsa hələ də bu tendensiya davam edir? Belə deyək də, qeyri-neft sektoru üzrə qeyd elədim 3,4 milyardlıq ixrac həyata keçirilmiş 2024-cü ildə. Burada kənd təsərrüfatı və emal məhsulları, yəni kənd təsərrüfatı məhsullarının emalların və emal olmuş məhsulların götürsək, bunun ixracdakı payı hardasa 38% təşkil eləyir. Amma ki, ümumi kənd təsərrüfatının məhsullarının payı 28%-dir. Bu da onunla bağlıdır ki, ən çox da qonşu Rusiya ixrac edirik. Amma ki, məsələn, bəzi məhsullarımız var, qeyd elədiyim kimi də fındıq ləpəsidir və yaxud da digər məhsullardır ki, bunu Avropa ölkələrinə ixrac edirik, rəqabət üstünlüyü məhsullardır. Digər sahələrimiz artıq kənd təsərrüfatı ilə yanaşı ixracda kimya sənayesi məhsullarının və yaxud emal edilmiş digər məhsullarımızın payı artır, şübhəsiz ki, amma kənd təsərrüfatı 28%'lik bir payla öz yerini qoruyur və bu sahədə də qarşıdakı illərdə də kənd təsərrüfatı sektoru öz rolunu qoruyacaq, amma digər sahələr də artacaq. Ümumiyyətlə Azərbaycanın proqnozlaşdırılır ki, qarşıdakı illərdə qeyri-neft sektoru üzrə ixracı ilkin hədəf olaraq 5 milyard ABŞ dollarına çatacaq, ondan sonra isə daha çox artım proqnozlaşdırılır növbəti illərdə. İqtisadi İslahatların Təhlil və Kommunikasiya Mərkəzinin strateji planlaşdırma, təhlil və tədqiqat üzrə fəaliyyəti barədə istəyərdim danışaq. Bu bizim əsas fəaliyyət istiqamətlərimizdən biri də BM mərkəzi kimi bu yönə yönəlir. Onu qeyd etmək istəyirəm ki, mərkəz bir çox sahələr üzrə dərin təhlillər aparır. Eyni zamanda böyük 7-liyin, böyük 20-liyin BM mərkəzlərinə sırf əməkdaşlıq edir. Məhz iqtisadi təhlil və strateji planlaşdırma şöbələrimiz də burada rol alırlar. Ötən ildə çox yaxşı əməkdaşlığımız olub deyə məhz T7 və T20-nin BM mərkəzləri ilə. Azərbaycanın BM mərkəzləri ilə də əməkdaşlığımız bu baxımdan dərinləşir ki, bildiyiniz kimi 2024-də Azərbaycanda BM mərkəzlərinin platforması yaradıldı və onun təsisindən biri İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzləri, həmçinin digər BM mərkəzlərimiz bir araya gəldi ki, ölkə nailiyyətlərinin təbliği yönündəki daha çox töhfə verək və digər sahələrdə də əməkdaşlığımızı artıraq. Ümumiyyətlə iqtisadi təhlillə bağlı iqtisad mərkəzimizdə müvafiq olaraq ekonometrik bir laboratoriyada formalaşdırılıbdır və bir çox modellərdən istifadə olunur ki, iqtisadi təhlillərdə biz bundan istifadə edirik, daha yaxşı nəticələr alırıq və müvafiq olaraq dövlət qurumlarına təhlillərin nəticələri, proqnozlar təqdim olunur. Həm də əlavə olaraq onu qeyd edim ki, bu təhlillərin nəticəsi olaraq biz elmi analitik jurnal da nəşr etdiririk ki, bu ölkə Dövlət Attestasiya Komissiyası tərəfindən də qəbul olunubdur və bizim doktorantlarımız, tədqiqatçılarımız üçün iqtisadi islahatlar təkliflərinin daha çox müzakirə olunması üçün bir platformadır və qarşıdakı illərdə bu jurnalla bağlı da bizim hədəflərimiz var ki, daha yaxşı indekslərdə, Scopus, Web of Science və digər indekslərdə bu jurnal indeksləşdirilsin. Sizə bir nüans deyim, əslində maraqlı məsələdir. Mərkəzimiz töhfə vermək istiqamətində deyim ki, Azərbaycanın beynəlxalq indekslərdə jurnallarının sayı hazırda çox deyil və bizim tədqiqatçılar daha çox digər jurnallarda məqalələr yazırlar. 2024-cü ilin rəqəmlərinə baxanda ilkin olaraq tək Scopusda 2500-dən çox Azərbaycan müəllifinin məqaləsi indeksləşdirilibdir və bunların da böyük hissəsi demək olar əksəriyyəti Azərbaycandan kənardakı jurnallardadır. Bu bir tərəfdən yaxşıdır, bu say artır. Digər tərəfdən isə o jurnalların bir hissəsi o bizim tədqiqatçıların məqalələrinin çapı ilə bağlı müvafiq ödənişlər istəyirlər. Yəni məbləğ kifayət qədər ciddi olur ki, ortalama götürəndə jurnallarda ödəniş qiyməti məsələn $1000 və ya daha yüksək olur, indi aşağı olanlar da olur. Bu o deməkdir ki, Azərbaycan tədqiqatçısı üçün biz bu imkanı veririk ki, ölkənin vəsaiti, imkanı, əlçatanlığı, resursları xaricdə çap olunanda vəsaitlə birgə ölkədən çıxmasın, ölkədə qalsın. Onun üçün biz hədəfləyirik ki, beynəlxalq indekslərdə bizim jurnalın da adı olsun və o platformada tədqiqatçılarımız heç bir vəsait ödəmədən Azərbaycanda tədqiqat aparıb nəticələrini çap edə bilsinlər. Həm də ki, qlobal miqyasda bizim nailiyyətlər təbliğ olunsun. Dediyimiz kimi də əgər 2500 nəfərin 1500-ü ödənişli jurnala çıxırsa və onlar $1000 ödəniş eləsələr, bu artıq kifayət qədər milyonu keçən bir məbləğ olur, bu da ölkəmizdə qalır. Və bu baxımdan da, yəni biz tək digər sahələrə yox, innovativ layihələrimizlə və digər fəaliyyətimizin hər bir sahədə iqtisadiyyatımıza töhfə vermək istəyirik ölkəmizə və tədqiqat prosesinə. Aydındır. Ramil, mərkəzin nəzdində AzExport kimi portalla var. Ümumiyyətlə bundan başqa bir pəncərə ixracat dəstək mərkəzi də fəaliyyət göstərir və digər portalla var. Bu sahədə hansı yeniliklər, dəyişikliklər var?
doğru qeyd edirsiniz. Bizim mərkəzin innovativ layihələridir ki, Azeksport ki, Azərbaycan sahibkarlarına dövlət dəstəyini bu özündə etibar eləyir ki, Azərbaycanda istehsal edilən bütün məhsulların vahid məlumat bazasıdır. Eyni zamanda həmin məhsullarımızı platformalarda Alibaba, Allbiz, Amazon kimi platformalar Azərbaycan məhsullarını çıxardır. Rəqəmsal marketinq alətidir ki, bizim məhsulları qlobal bazarda təbliğ eləyir. Həmçinin onlara ixrac sifarişləri gətirir. Bu istiqamətdə mərkəz 2017-dən bəri sistemli iş görür və müvafiq şəkildə nəticələr də çox ciddi şəkildə əldə olunur ki, beynəlxalq ticarət platformalarında Azərbaycan məhsullarının təmsil faizi ciddi şəkildə artıbdır. Milyard ABŞ dolları ölçülən məbləğdə sifarişlər gəlibdir. Həmçinin bir pəncərə ixracat dəstək mərkəzi də Azərbaycan Respublikasında qeyri-neft sektoru üzrə məhsulların ixracı ilə bağlı müvafiq dəstəyi verir, sertifikatları verir. Yəni ixracatçılara müraciət etmənin özü üçün zəruri olan ixrac sertifikatlarını alır. Həmçinin mərkəzimizin digər portallarında, məsələn, bu və digər şəkildə rəqəmsal ticarət qovşağı bu prosesə öz töhfəsini verir. Həmçinin bizim bir layihəmiz var ki, Enterprise Azərbaycan portalı, o da daha çox innovativ vasitələrlə startapın inkişafına töhfə verir. Azərbaycanda 2 startap skor keçiribdir ki, Azərbaycan startaplarının daha yaxşı bir sayda hazırlanmasına töhfə verir. Artıq 3-cüyə hazırlıq görülür ki, qlobal miqyasda da tanınan bir startap school təşkil olunsun. Aydındır Rami müəllim, çox sağ olun. Düşünürəm ki, bizi izləyənlər, eyni zamanda Asan Radio dinləyənlər üçün maraqlı və faydalı məlumatlar çatdıra bildik. Çox sağ olun bir daha gəldiyiniz üçün. Asan TV və Asan Radioda Qəbulda Sanın qonağı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktor müavini Ramil Hüseyn idi. Mən sizinlə növbəti görüşümüzə kimi sağollaşıram. Özünüzdən və sözünüzdən müğayət olun. Qəbuldasan. Yenə mühərrik sözə baxmır. Kardiomaqnil ilə mənim mühərrikim həmişə nəzarətdədir. Ürək mürəkkəb mexanizmdir və müntəzəm olaraq kardiomaqnil qəbulu onun sağlam qalmasına kömək edir. Kardiomaqnil ilə ürəyinizin sağlamlığı hər gün nəzarətdədir.